Salam, hər vaxtınız xeyir olsun. Gedirəm mağazinə. Pirog bişirmək istəyirəm. Pirog, sonra islaq kek bişirmək istəyirəm. Amma ona bir-iki şey çatmır. Gedirəm mağazinə onları almağa. Əlbəttə ki, Sarana gedirəm. İnşallah sizə də çəkərəm. Necə bişirirəm. Yəqin ki, kiməsə maraqlı olsa bişirərsiniz siz də. Amma dadlı olur. Islaq kekdə, o cemlir keksdə. Dadlı olur. Gəl Sara, gəl otur. Hə, yaxşı, yaxşı. Gəl keç. Gözlə. Otur. Mama sakın. Gəlmişik mağazinə. Kakaonu seçim. Mən həmişə bu kənddən götürürəm. Kentin kakaosu çox yaxşıdır. Bundan götürürəm. Kentin hər şeyi yaxşıdır elə. Bundan götürdüm. Həmişə bundan işlədirəm ona görə. İndi gedək yumurtanı da götürək. Vəsə. Südün də üzünü yığım, onsuz da bir də südün üzü elə də yeyilmir. Uşaqlar da heç sevmirlər, ancaq mən yeyirik, mən də istəmirəm. Ona görə dedim yığım, elə pirogun içinə yağı az qataram. Daha çox bu südün üzündən qataram. Onsuz da həmişə yığıram, sonra da saxlayırıq, nəsə şirniyyat edirəm. Elə indi eləmişkən yığım bunları da. Görürsünüz necə sarıdır qaymağı. Yağlıdır, süd çox yağlıdır. Amma bir də görürsünüz, savsem yağsız olur. Belə qaymağı bircə damcı çıxır, yağsız. İndi bu dəfəki süd nəsə qəşəng yağlıdır. So, yığdım, amma yenə də bu yağ qalır da üzündə. Bunu onsuz da yığmaq lazım deyil. Deməli, piroqa yağı az qatıram, çünki südün özü yağlıdır. Artıq başlamışam hazırlamağa. Yumurtanı çaldım şəkərlə birlikdə. İndi bu qatığın özünü töküm, qaymağını. Yağ çox az tökəcəm, çox az. Çünki gördünüz də necə sarıdır. Mikserində buraları belə qopubdu. Bunu svarka eləmək lazımdır. Sadəcə svarkadan da qorxuram ki, svarka eləyəndə buralarında o svarka qalır da. Birdən o da nəsə yaxşı olmazsa şirniyyatı da çalıram ondan. Birdən onun içində nəsə düşər ondan. Ona görə hələ ki qalmışam, belə işlədirəm. İndi bilmirəm, buna uyğun mən başqasını tapa bilərəmmi? Ancaq bunlar olsun da, mikserin özü onsuz da məndə işləyir. Bunları dəyişim, görəm bundan harda mən tapa bilərəm, harda satırlar beləsini. Gərək axtarım tapım ondan. Alım özümə bir dənə.